Bir çox ölkələrdə məktəblərdə mobil telefonların istifadəsi qadağan edilib, səbəbsə şagirdlərin diqqətinin yayılması, nizam intizamının pozulması və tədris prosesinə mənfi təsiri ilə izah olunur. Ölkəmizdə də bu istiqamətdə addımlar atılıb. Belə ki, məktəblərdə tətbiq olunan şagird davranış qaydalarına əsasən tədris zamanı telefondan və digər ağıllı cihazlardan istifadə xüsusi hallar istisna olmaqla qadağandır. Məqsəd şagirdlərin dərsə diqqətini artırmaq və sağlam tədris mühiti formalaşdırmaqdır. Sizcə mobil telefonlar təhsilə, tədris prosesinə dəstəkdir, yoxsa əksinə maneədir? O, həmin vasitəni işlədən insandan asılıdır. Çünki həmin insan onu mənfi şeylərə görə, yəni öz vaxtını itirmək üçün istifadə edə bilər. Öz vaxtını səmərəli keçirmək üçün, yəni öz təhsilinə dəstək vermək üçün istifadə edə bilər. Tamamilə zidd olan bir şeydir. Təhsilə də ziyan vurur, davranışa da ziyan vurur, düşüncə tərzinə də ziyan vurur, ətraf mühitə də. Əlbəttə təhsilə təsir eləyir. Uşaqlara, balalara, körpələrə təsir edir. Gedirsən evə, mənim nəvəm var, gedirəm evə, axşama kimi əlində telefonda. Təhsil ekspertləri isə hesab edirlər ki, faydalı rəqəmsal alət şagirdlərin əlindən alınmamalıdır. Çünki müasir dövrdə ev tapşırıqları mobil telefonlarda yaradılan sinif qruplarında verilir. Ənənəvi valideyn iclasları onlayn keçirilir. Hətta sinif jurnalları belə rəqəmsallaşdırılır. Bütün bunlar isə bu texnoloji cihazlardan istifadəni zəruri edir. Dərsdən kənar təbii ki, fəaliyyət üçün ağıllı telefonlar, eyni zamanda planşetlər, informasiya texnoloji alətlərindən istifadə sözün həqiqi mənasında həm şagirdlər üçün, həm tələbələr üçün, eyni zamanda elmi tədqiqat işi aparan digər şəxslər üçün olduqca zəruridir. O nöqteyi nəzərdən yalnız auditoriyada qadağan olunması vacibdir. Auditoriyadan kənar fəaliyyət üçün isə düşünürəm ki, belə bir qadağanın tətbiqi həm normal deyil, eyni zamanda uyğun deyil. Telefonların psixoloji təsirləri də diqqətdən kənarda qalmamalıdır. Uşaqların artan virtual asılılığı real dünyadan uzaqlaşmağa və sosial bacarıqların zəifləməsinə səbəb olur. Bu, xüsusilə sosial şəbəkələr və oyunlar vasitəsilə daha da güclənir. Psixoloqlar deyirlər ki, mobil telefonları tamamilə həyatımızdan çıxarmaq mümkün deyil. Sadəcə təsirini azaltmaq olar. Telefon nə yaxşı, nə də pisdir. Sadəcə bizim telefona hansı mənanı yükləməyimizdən asılı olaraq bu dəyişir. Əgər biz bunu məqsədyönlü istifadə ediriksə, yaxşı vəsait olur. Əgər tələbələr və yaxud da ki, məktəblilər bundan dərs vasitəsi kimi istifadə edirlərsə, orada PDF-lərdən istifadə edirlərsə və yaxud da göndərilən vəsaitlərdən istifadə edirlərsə, bu zaman təbii ki, uşaqlar üçün də, tələbələr üçün də çox xeyirli bir vasitədir. Yəni sözü gedən Dərkən texnologiyaların məqsədyönlü istifadəsi, şagirdlərin fərdi inkişafı və nizam intizamının balanslaşdırılması da nəzərə alınmalıdır. Əsas məqsəd isə onları bu üsulla tədris prosesinə daha da yaxınlaşdırmaqdan ibarət olmalıdır. Günlar İlqar qızı, Emin Tağıyev, Telesəhər.